Sobanın üzərində çaynikdə qaynar su var idi. Bir çay dəmlədim, çay içərkən yuxlamağa başladım. Saniyənin mində biri sürətlə bir qışqırıq səsi eşitdim. Arxasınca durmadan bir fit səsi. Dərhal dikəldim. Yoldaşım, eşitdinmi? İndi sənə bundan bəhs edirəm. Meşədən gəlir dedi. Bu səslə dərhal pəncərəyə qaçdım. Bəli, meşədən gəlirdi. İki itim kangal cinsi olanlar mənimlə evə gəlmişdi. Mən pəncərəyə çıxınca gördüm ki, onlar meşəyə doğru atıldılar. Bu çox qəribə idi. Yəni o meşənin kənddən uzaqlıq və arxasındakı kilometrlərlə ərazidə heç bir insanın yaşamaması lazımdır. Yoldaşıma qapını kilidlə, mən gəlinə qədər qətiyyən açma. Otağa gir dedim. Tüfəngimi çiynimə atıb meşəyə doğru qaçmağa başladım. Öz-özümə ağlıma cin, pəri falan gətirməməyə çalışırdım. Özümə dediyim şey sadəcə, görəsən kiməsə hücum mu etdirilər? Əgər elədirsə rast gəlsən canlarını oxuyaram deyirdim. Tək başıma əlimdəki tüfəngimlə meşəyə daldım. İtlərimə fit çaldım. Təxminən 50-60 metr irəlidə hürüşmə səslərini eşidirdim. Fənərimi tüfəngimin altına bərkidib irəliləməyə başladım. İtlərin hürüşməsi səsləri daha da artırdı.